Kişi hansı şəraitdə ikinci zövcə ilə evlənə bilər? Əgər döyüşə hazırsa. Hə. Hər tərəfə. Kişi hansı şəraitdə evlənə bilər? Allah Subhanahu Quranda buyurur Nisə surəsinin 3-cü ayəsində 2, 3, 4 qadınlarla evlənin. Əgər ədalətsiz olmaqdan, daha doğrusu ədalətlikdən çəkinməkdən qorxsanız, o halda bir və yaxud da cariyələrinizlə kifayətlənin. Kişinin niyyəti ikinci evlənməkdə islah olmalıdır. Öz nəfsinin islahı, özünü haramlardan qorumaq, qadının islahı, bir İslami ailə qurmaq və Peyğəmbər s.ə.v-in zürriyyətini, yəni İslam zürriyyətini artırmaq salih övladlarla. Bu halda kişi ikinci zövcə ala bilər. Və təbii ki, eyni vaxtda digər hədisdə Peyğəmbər s.ə.v buyurur ki, Yə məşərə şəbəb, mən istədə minkumul bəətə fəlyətəzəvvac. Ey gənclər, sizlərdən kim bacarırsa evlənsin. Demək, bacarıq da şərtdir. Həm maddi bacarıq, həm də fiziki bacarıq. Çünki Peyğəmbər hədisin davamlı buyurur ki, əgər kim bacarmırsa, oruç tutsun. Yəni, maddi bacarığı olmayan birisi, deyək ki, fiziki bacarığı var, lakin maddiyyatı imkan vermir. Oruç tutsun. Həmçin, bu ikinci zövcəyə də aiddir. Maddi bacarıq yoxdursa, oruç tut və yaxud da birlə kifayətlən. Lakin insan əgər görürsə maddi bacarıq varsa müəyyən qədər, və maddi bacarıq o demək deyil ki, iki yerdə evi olsun və yaxud da evləri olsun, filan qədər işləri, maşınları, pulları olsun. Bu deyil. Və yaxud da qadın hər nə istəyir onun üçün təşkil olunsun sonra, belə deyil. Allah Taala'nın əmr etdiyi kimi dolandıra bilirsə, yəni hər insanların haqlarını, arvadının, övladların haqlarını çatdıra bilirsə, bu artıq maddi bacarığı olmağı deməkdir. Amma kimsə israf olaraq nələr istəyirsə, bu kişinin üzərində vacib deyil. Bu hallarda kişi ikinci zövcəni və yaxud da üçüncünü və yaxud da dördüncünü ala bilir. Və qadın da gərək bu məsələdə Allahın şəriətinə qarşı çıxmasın. Qadın da gərək Allahın şəriətinə qarşı çıxmasın. Düzdür, qadında qısqanclıq ola bilir. Hətta Ayşə anamız qısqanmışdı. Lakin bu şəriətə müvafiq olan qısqanclıq deyil, müxalifdir. Peyğəmbər sallallahu aleyhi ve sellem anamız Ümmü Sələmə ilə evləndiyi vaxtı ona ki təklif göndərir, yəni elçilik göndərir, cavab gəlir ki, üç şey deyir, yəni evlənməyə narazı olmağına səbəb olan üç şeyi xatırladır Ümmü Sələmə. Buyurur ki, birincisi yaşlıyam, yaşım çoxdur. İkincisi övladlarım var. Üçüncüsü qürurlu qadınam, yəni qısqanc. Peyğəmbər səhəm nə cavab verir? Buyurur ki, yaşıma gəlincə mən də yaşda bir həddə çatmışam. Yəni, mən də cavan uşaq deyiləm. Övladlarıma gəlincə, övladlarım mənim övladlarımdır. Qısqanclığa gəlincə, Allaha dua edəcəyəm ki, onu səndən itirsin, səndən qaldırsın. Əgər bu qısqanclıq bəyənilən bir şey olsaydı, Peyğəmbər onun itməyini, onun yox olmağını Allaha dua eləməzdi. Var. Qadınlarda qısqanclıq var, kişilərdə, qadınlarda, insanda qısqanclıq var. Lakin hansı həddə kifayətdir? Hansı həddi aşmaq şəriəti müxaliflikdir? Bunu bilmək lazımdır. Lakin eyni vaxtda kişilər gərək, yəni bu dediklərim əllərinə bayraq olub, yəni yola çıxmağa səbəb olmasın. Çünki nəzərə alınmalı çox şeylər var. Hər kəs gərək öz ailəsini tanısın. İnsan ailə qurur. Ailəsi daha çox olmaq üçün, zürriyyət artmaq üçün, qurmur ki, dağıtmaq üçün. Əgər sabahlarım dağıdasansa, itirəsənsə, onda yorğanıva bax.
Düzdür, deyə bilərsən və sözündə haqq var ki, asi bir qadını saxlamaqdasa ikincini saxlayaram. Sözdə haqq var. Qadın gərək asilik eləməsin. Allahın əmrlərinə itaətdə olsun. Lakin kişi gərək eyni zamanda tədbirli olsun. İşini bilsin. İslaha çalışsın, sülhə çalışsın. Dağıtmağa, parçalamağa yox. Əgər vaxt qonşular var, qohumlar var, ətraf var, bu necə qarşılanacaq? Nə qədər ailəvə ziyan gələcək, nə qədər İslam dəvətinə ziyan gələcək və s. Bunların hamısı nəzərə al. Əvvəldə dediyimiz kimi, əgər döyüşə hazırsansa, bayraq götürəlir. Subhanallah, bugünkü gündə iman zəifliyindən, elm zəifliyindən həm kişilərin, həm də qadınların eyni vaxtda elə bir həddə çatıb ki, doğrudan da bir müharibəyə çevrilə bilir. Və sanki 10 illərlə bir yerdə yaşayan insanlar deyillərmiş kimi bir-birinə düşmənçilik edə bilir insanlar. Bir-birinə nifrət, hətta bir-birini polisə və s. verə bilir. Amma səbəbi heç kəs özündə axtarmır. Nə ər, nə qadın səbəbi özündə axtarmır. Hansı səbəbdən başıma gəldi? Deməli, hələ hazır deyilsən. Nəfsini hazırla. O həddə çatmağa çalış. İxlasla.com saytı tərəfindən təqdim olundu.